Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosial yönlü xərclər 17,1 milyard manat nəzərdə tutulur. Bu ümumi xərclərin 41%-dir. Yenavaz.com Qafqaz İnfo istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugün keçirilən plenar iclasında bildirib. Stat: Növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaq. Bu xərclərin 12,6%-dir. Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu xərclərin 4,9%-dir. İcbari tibbi sığorta çərçivəsində 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək. Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin 2027-ci ildən başlayaraq xidmətlər zərfinə daxil edilməsi məqsədi ilə layihələr hazırlanır. Statın sonu.